İndi isə daha ətraflı. Dünən bir Bəluc vətəndaş Bəlucistandan Təbrizə 2000 kilometrdən çox yol gələrək traktor ilə Malvan Ənzəli komandaları arasındakı oyunu traktor tərəfdarları ilə bir gizləyib. Bəluc vətəndaşının bildirdiyinə görə o traktorun oyununu izləmək üçün 3 gün boyunca yol gəlib. Qeyd edək ki, əvvəllər Əhvaz ərəbləri, türkmənlər və Qaşqay türkləri öz milli geyimləri ilə Təbrizdəki Səhənd stadionundakı oyunlarda iştirak ediblər. Bu səbəbdən traktor təkcə sadə bir futbol komandasından daha artıqdır və təkcə Güney Azərbaycan türklərinin deyil, həm də İranın 100 ildən bəri zülmə məruz qalan səsi kəsilmiş qeyri-fars xalqlarının azadlıq səsidir. Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıya səfər edib. Səfər çərçivəsində o Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə görüşlər keçirib. Rusiyanın Siver Mətbuat Bürosunun məlumatına görə keçilən danışıqlarda iki ölkə arasında xüsusi xidmət orqanları xətti üzrə əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyi vurğulanıb. Bəyanatda bildirilir ki, Azərbaycan-Rusiya təhlükəsizlik əməkdaşlığı konstruktiv, qarşılıqlı, faydalı və etimada əsaslanan xarakter daşıyır. Tərəflər bu münasibətlərin hər iki ölkənin milli maraqlarının qorunmasına yönəldiyini qeyd ediblər. Səfərin detalları açıqlanmasa da, regional təhlükəsizlik məsələləri və informasiya mübadiləsinin gücləndirilməsi istiqamətində fikir mübadiləsinin aparıldığı ehtimal olunur. Özbəkistanda Yeni Əndican şəhərinə Hindistanda qurulmuş Moğol imperiyasının banisi Zahirəddin Məhəmməd Baburun adı verilib. Özbəkistan prezidenti Şavkat Mirzəyev layihəyə səfəri zamanı şəhərin adının dəyişdirilməsini təklif edib və bu xalq tərəfindən müsbət qarşılanıb. Babur şəhəri Türkiyəli dizaynerlərin iştirakı ilə 4000 hektar ərazidə inşa edilib və layihənin sonuna kimi orada 410 min insanın yaşayacağı gözlənilir. Bu şəhərdə Böyük Babur heykəli və Moğol imperiyasının tarixinə dair bölmələr olan Yeni Özbəkistan adlı park da salınacaq. Qeyd edək ki, 1483-cü ildə Türkistanın Əndican şəhərində anadan olan Babur Şah Hindistan fətlərindən sonra yeni Türk dövlətinin əsasını qoymuş və özündən sonra böyük mədəni miras saxlamışdı. Çin Tayvanın işğalına hazırlaşarkən müasir müharibənin reallıqlarını daha yaxşı anlamaq, təcrübə toplamaq üçün öz ordusunu Ukrayna cəbhəsinə göndərir. Zehil nəşri Gordonçang məqaləsində yüzlərlə Çin vətəndaşının Rusiya ordusunun sıralarında döyüşdüyü barədə Ukraynanın son rəsmi hesabatına istinad edərək bildirib. Yəqin ki, bu insanlar muzludular. Birbaşa Çin hakimiyyəti tərəfindən göndərilməyiblər. Amma ötən gün Reuters yazıb ki, Çinli zabitlərlə cəbhədədir. Hər iki tərəfin taktikası haqqında məlumat toplayırlar. Onlar bunu öz təşəbbüsləri ilə yox, sifariş əsasında edirlər. Amerikalı analitik Richard Fisher Changla söhbətində söyləyib ki, Çin öz ordusunu gələcək müharibələrə daha yaxşı hazırlamaq üçün Rusiya-Ukrayna müharibəsi təcrübəsindən öyrənmək istəyir. O bildirib, əgər Çin ordusu Ukrayna döyüş meydanının dərslərini yaxşı oxusa, Tayvanda sürətli qələbə şansını xeyli artıra bilər. Rusiya ordusuna könüllü qoşulan yüzlərlə Çinli muzluya gəlincə, Amerikalı ekspert Charles Burtonun sözlərinə görə, bu da Çin hökumətinin gizli razılığı ilə baş verib. Suriyanın keçid hökuməti İraqla sərhəddə silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb. Məlumata görə Suriyaya Dəməşqdən göndərilən hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib. Onlara Deyr əz-Zor əyalətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti ələ keçirmək tapşırılıb. Xüsusi təyinatların sayı barədə məlumat verilmir. Böyük Britaniyanın baş naziri Keir Starmer, Amerika prezidenti Donald Trumpla iki ölkə arasında ticarət razılaşması ilə bağlı danışıqlar aparıb. Liderlər Böyük Britaniya və ABŞ arasında ticarətlə bağlı davam edən prosesləri müzakirə ediblər. Deyən Böyük Britaniyanın baş nazirinin sözçüsü onu da əlavə edib ki, müzakirə zamanı Starmer Böyük Britaniyanın milli maraqlarını qorumaqla yanaşı azad ticarətə sadiq olduğunu vurğulayıb. Bildirilir ki, onlar həmçinin Ukrayna, İrandakı vəziyyət və Yəməndə Husilərə qarşı son hərəkətləri müzakirə ediblər. Həmas İsrailin atəşkəslə bağlı son təklifini rəsmən rədd edib. Təşkilat müharibənin dayandırılması və Fələstinli məhbusların azad olunması müqabilində qalan bütün girovların azad edilməsinə dair danışıqlara hazır olduğunu açıqlayıb.
Netanyahunun siyasi gündəminə xidmət edən razılaşmaları qəbul etməyəcəyi qruplaşma bildirib. Xatırladaq ki, İsrailin son təklifi 10 girovun azad edilməsi qarşılığında 45 günlük atəşkəsi nəzərdə tuturdu. Həmasın bu açıqlamasından sonra İsrailin Maliyyə naziri Bezalel Smotrich cəhənnəm qapılarını açmağın zamanı çatdı mesajını paylaşıb. Rusiya mediasında və sosial şəbəkə platformalarında yayılan məlumatlara görə Krasnodar bölgəsində yerləşən hərbi hissələrdən birində təxminən 100-ə yaxın rus hərbiçisi kütləvi qaçış cəhdi göstərib. Məlumata görə hadisə axşam saatlarında baş verib. Baza kanalının yazdığına görə həmin hərbi hissədə daha öncə özbaşına xidməti tərk edən və intizam tədbirləri üçün istifadə olunan hərbiçilər saxlanılırdı. Onlar gecə saatlarında saxlandıqları ərazinin hasarını yararaq oranı tərk etməyə çalışıblar. Hələlik kimin qaça bildiyi, kimin tutulduğu barədə rəsmi məlumat yoxdur. Digər bir rus kanalı Astorojna Novesti bildirir ki, hadisənin baş verdiyi bölgəyə çoxlu sayda polis maşını cəlb olunub. Əraziyə helikopterlər göndərilib və yollar bağlanıb. Hadisə barədə Rusiya Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, bu cür hallar Rus ordusunda intizam və könüllü döyüş istəkləri ilə bağlı ciddi problemlərin mövcudluğunu yenidən gündəmə gətirib. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.